Salam ərz eləyəm əziz dostlara. Coğanlərin təfsirində mühümtərin əslilərin biri odur ki, baxan görən ki, coğan daşın hansı qismətində gəlibdi. Yəni nöqtəyə qərar giriyə coğan daşın üstündə. Biz üçün çoxlu haiz əhəmiyyətdir. Coğan vaxtı ki tək gəldi və yanında heç quna əlaim və nişanə olmasa, o mövqə caygahı qərar giriyə coğan daşın üstündə mühümtərin əsl olacaq. Nümunə üçün bu coğanı görüyoruz ki, tək gəlibdi və yanında heç quna əlaim və nişanə yoxdur. Coğanın caygahına baxanda görüyoruz ki, coğanımız həm daşın quşəsində gəlibdi, həminki pərtqahın ləbəsində gəlibdi. Əlan bir təbii səxrəyi dağın üstündəyəm və bu coğan səxrənin ləbəsində gəlibdi. Caygahı coğana diqqət eləməklə rahatçılığına təşxis verəcəyik ki, coğanın hədəfi coğanın qabaq rastasında və səxrənin aşağı qismətində olacaq. Pəs burada gələk bir miqdar tizbini ilə coğanın rastasına baxaq və görək ki, hədəfimiz nə mənə ola bilər. Vaxtı ki, coğanın rastasında qabağa baxıyoruz, görüyoruz ki, saf mühitdə bir məhdudə ayrılıb. O qismət kollan səncindir və o məhdudənin içində bir tədad qəbirlərdən varımızdır. Bu coğan müşəxxəsi o qəbristandır. Qəbristan zəif bir qəbristandır. Vəli bugünkü amuzdaşdan hədəfim odur ki, caygahı coğanın nəqşini siz üçün görsədəm. Bu cür coğan da heç mövqə gəlib, hədəfinin alt qismətində verməz. Məsələn, gəlib buranı həbbarı eləyiblər və kamilən bihudə bir həbbarıdır. Pəs coğanların təfsirində əlavə bər əbad və əndazə coğan və şişli coğan caygahı qərar giriyə coğanda çox mühümdir. Ya həq.